Genital bölgədə ziyillərin olması. Çox vaxt bəzi qızlar bilir, bəzi qızları heç bilmir. Doktor deyir, məndə nəsə orada əmələ gəlib xaldır, nədir bilmirəm. Əsasən düzdür, ət xala bənzəyir, kiçik və böyük ola bilər, dik ola bilir, yastı ola bilir və ən çox da qaşınmadan başlayır. Xüsusilə təzə gəlinlər ailə qurmuş, həmən hamilə qalarsa, hamiləlik vaxtı immuniteti düşər. Sözsüz ki, papillon virusu yoluxmadır və bu aktiv böyümə olur. Bəzi qadınlarda hətta sidik axarının tam ağzını tutmuş elə şeylərdə görmüşük. Qadın hətta sidiyə də gedə bilmirdi. Nə etməliyik burada? Bir nömrə sözsüz ki, öncədən müalicə veririk, immunitet, antivirus müalicələr, biraz onlar sönüksün. Çox vaxt görürsən, yaxşı müalicə olanda xırdaları özləri də tökülür, heç yandırmağa ehtiyac olmur. Amma bəzi hallarda məcburuq yandırmaq, onu da çalışırıq ən gözəl metod lazerlə yandırmaq, radio dalğa ilə yandırmaq ki, heç bir çapığı izi qalmasın. Vaxtında olunarsa və sonraki müalicə olunarsa tam izsiz keçib gedər.